Cənnətül Aliyyə kitabında mötəbər mənbələrdən Həzrət Əli əleyhissalamdan rəvayət olunub ki, bir gün Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm öz səhabələrinin arasında oturub ağlayırdı. Səhabələr o həzrətdən, "Ya Rəsulallah, nə üçün ağlayırsan?" deyə soruşduqda Həzrət buyurdu, "Bu saat Cabir İbn Abdullah Ənsari gələcək və gördüyü 7 yuxunun yozumunu məndən soruşacaq. Cabirin yuxuları məni ağlatdı." Elə bu söhbət əsnasında Cabir gəlib çıxdı. Həzrət buyurdu, "Ya Cabir, gördüyün yuxuları deyirsən, yoxsa mən bəyan edim?" Cabir ərz etdi, "Canım sənə fəda olsun ya Rəsulallah, siz bəyan edin." Həzrət buyurdu, "Ya Cabir, birinci yuxuda gördün ki, zərli bütlər gümüşdən düzəldilmiş taxtlarda otururlar." Ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur, axirət zamanda kafirlər müsəlmanlara qalib gələrlər." İkinci yuxuda gördün ki, kök inəklər otlayırlar, lakin heç nə ifraz etmirlər. Cabir ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki, mənim ümmətim üçün bir zaman gələr. Zalim padşah onların mal dövlətini zülm ilə mənimsiyər və xeyir işlərdə xərcləməz." Üçüncü yuxuda gördün ki, kök atlar otlayır, amma heç nə ifraz etmirlər. Cabir ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki, mənim ümmətim üçün bir zaman gələr. İmkanlılar və varlı adamlar Allahın malını yeyər, yoxsulları məhrum edərlər." Dördüncü yuxuda gördün ki, böyük bir hovuz var, lakin onda su yoxdur. Bununla belə, onun ətrafında çoxlu yaşıl otlar bitmişdir. Cabir ərz etdi, "Bəli, elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki, ümmət arasında çoxlu alimlər tapılar. Hündür kürsələrdə oturub gözəl danışar və gözəl bilərlər. Ancaq özləri ona əməl etməzlər." Beşinci yuxuda gördün ki, xəstələr sağlam insanların başına yığışıblar. Cabir ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki, o zamanın yoxsulları xəstə, imkanlıları da sağlam hesab olunurlar. Yoxsullar öz hüquqlarını almaq üçün onların saraylarının qapısının ağzına yığışırlar." Altıncı yuxuda gördün ki, göydən ağ bir parça asılıb. Hər kəsin də əlində o parçadan bir qədər vardır. Onlardan hər biri, "Mənim əlimdəki parça başqalarının parçasından daha yaxşıdır" deyir. Cabir ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki, ümmətim məndən sonra 73 firqəyə bölünər. Yalnız mənim əhl-i beytimin yolu olan bir firqə haqq üzrə olar. O biri təriqətlər isə batil, ziyankar və həlakətdə olarlar. Bununla belə o məzhəblərdən hər birinin ardıcılığı mənim məzhəbim başqalarının məzhəbindən yaxşıdır. Mən haqqam, başqaları isə batildilər" deyər. Yeddinci yuxuda gördün ki, bir yuvada çoxlu göyərçin var. Birdən ağ bir göyərçin gəlib digər göyərçinləri yuvadan çıxartdı. Cabir ərz etdi, "Elədir ki var ya Rəsulallah." Həzrət buyurdu, "Yozumu budur ki,
O ağ göyərçin axirət zamanda zuhur edən imama işarədir. Onun adı mənim adımla, künyəsi də mənim künyəmlə eynidir. İnsanların hamısı onun əli ilə haqq dinə daxil olarlar. O, batil məzhəblərin hamısını məhv edib, haqq dininə rəvac verəcəkdir.